Mikroorqanizmlərin seleksiyası. Deməli, birinci suala baxırıq. Ştam hansı orqanizmlərin seleksiyasında alınır? Mikroorqanizmlərin seleksiyasında ştam alınır. Cavabımız C variantı. İkinci, hansı orqanizmlərin seleksiyası nəticəsində ştam alınır? Balıqların, xeyr, bu heyvandır. Papaqlı göbələklərin, xeyr, göbələklərə aiddir. Ancaq bir hüceyrəlilər, mikroorqanizmlər daxildir. Bunlara da ştam alınır. Üçüncü, cinsi yolla çarpazlaşdırılması mümkün olmayan alma və albalı hibridinin alınmasında tətbiq olunan üsul bu hüceyrə mühəndisliyi üsuludur. Dördüncü, cinsi yolla çarpazlaşdırılması mümkün olmayan kartof, pomidor hibridinin alınmasına tətbiq olunan üsul yenə də hüceyrə mühəndisliyidir. Bu eyni ilə kitabın cümlələridir. Deməli, kartof və pomidoruydu, albalı və alma, leykosit və xərçəng hüceyrələrinin hibridlərinin alınması hüceyrə mühəndisliyi yolu ilə idi. Beşinci sualda sentrifuqa cihazı vasitəsilə orqanların köndələn kəsiklərini təsvirini alırıq. Xeyr, bu aid deyil. Böyük yarımkürələr qabığında yaranan biocəryanları ölçürük. Bu elektroensefiloqrafdır. Hüceyrə orqanoidlərini tətbiq edə bilirik. Bu doğru ifadədir. C variantı. Sonra 6-cı, təyyarə, pinset, ekskavatorun novçası hansı sinfin nümayəndələrindəki xüsusiyyətlərə əsasən hazırlanmışdır? Təyyarə quşu oxşuyur, pinset quşun dimdiyinə, ekskavatorun novçası isə qartalın caynağına bənzədiyi üçün bunların hər üç əlamətləri quşlar sinfinə aid xüsusiyyətlərə oxşuyur. Cavabımız Y variantı. 7-ci sualda aşağıdakılardan hansı transgen orqanizmin yaranmasının düzgün ardıcıllığıdır? İlk öncə arzu edilən gen çıxarılır, sonra yeni genin orqanizminə yerləşdirilir. Orqanizmə yerləşdiriləndən sonra genin sahəsinə yerləşdirilir və həmin genin orqanizmin yetişdirilməsi başlayır. İndi burada cavabımıza genin çıxarılması, yeni hüceyrəyə daxil edilməsi, orqanizmə yerləşdirilməsi və yeni orqanizmin yetişdirilməsi. Bu deyil. Sonra B. Bu genin orqanizmə daxil edilməsi, yeni xüsusiyyətin idarə olunması və genin çıxarılması. Genin çıxarılması ən axırda verib. Genin yeni gen sahəsinə yerləşdirilməsi, genin orqanizmə daxil edilməsi, yeni xüsusiyyətin idarə olunması. Bu da deyil. Arzu edilən genin çıxarılması, genin yeni gen sahəsinə yerləşdirilməsi, genin yeni orqanizmə daxil edilməsi və yeni orqanizmin yetişdirilməsi. Bəli, bu doğru variantdır. İlk öncə geni çıxarırlar, gen olan sahəyə yerləşdirirlər, sonra yeni orqanizmə daxil edirlər həmin geri. Fermenterlər nədir? Fermenter biotexnologiyada istifadə olunan nəhəng qurğular idi. Onlara aid idi. Deməli, polimeraza zəncir reaksiyası, xeyr, bu deyil. Biotexnoloji proseslərin getdiyi nəhəng qurğular. Bəli, B variantıdır. 9-cu sualda somatik hüceyrələrin hibridləşməsindən hibrid hüceyrələr alınıb. Pomidor və üzüm xeyr, amma albalı və almadan hüceyrə mühəndisliyi yolu ilə hibrid alınmışdı. 10-cu sualda somatik hüceyrələrin hibridləşməsi nəticəsində hibrid hüceyrələr və orqanizmlər alınmışdı. Baxaq variantlara. Buğda və arpa, alma və armud bunlar deyil. Pomidor və badımcan xeyr, amma kartof və pomidordan alınmışdı. Cavabımız D variantı. 11-ci sualda gen mühəndisliyinə aid olanı seçin. Xüsusi kimyəvi maddələrin köməyi ilə bakteriya və maya göbələklərinin çoxalması. Bu aid deyil. Kartof və pomidorun hibrid hüceyrələrinin alınması. Bu aiddir hüceyrə mühəndisliyinə. Xərçəng şişi hüceyrələrinin limfositlərlə hibridir. Bu da aiddir hüceyrə mühəndisliyinə. Yerkökü bitkisinin toxuma kulturası vasitəsilə yetişdirilməsi toxuma mühəndisliyi, yəni hüceyrə mühəndisliyidir. Amma bağırsaq çöpü bakteriyasının genotipinə insulin sintezini nəzarət edən genin daxil edilməsi, bunlar aiddir gen mühəndisliyinə. 12-ci sualda qoyunun tükünün qara rəng
əlamətini bildirən genləri dominantdır. Ağ rəng əlamətini bildirən genlər resessivdir. Bu genlər bir yerdə olduqda heyvanın tükünün rəngi qonur olur. Yəni, böyük ayla kiçik ay yan-yana olarsa, bu qoyun qonur rənglidir. Və tükünün qıvrım əlamətini daşıyan genlər isə zərif tük əlaməti daşıyan genlər üzərində tam dominantlıq edir. İndi belə olduğu halda verilən əlamətlərə əsasən Dolly qoyun cinsinin fenotip və genotipini müəyyən edin. Dolly'nin alınmasında 3 canlıdan istifadə olunur. Birinci canlının yumurta hüceyrəsinin nüvəsi çıxarılır. Digər canlının somatik hüceyrəsinin nüvəsi həmin o yumurta hüceyrənin nüvəsinin yerinə yerləşdirilir. Və həmin o alınan hüceyrə digər bir daşıyıcı surroqat ananın balalığına qoyulduqdan sonra Dolly doğulur. İndi bizdən deyir ki, belə olduğu halda Dolly'nin genotipi olacaq, yəni bu qoyunun genotipinə, hansı ki somatik hüceyrəsinin nüvəsi çıxarılmış canlının genotipi ilə eyni olacaq. Baxırıq ki, bu canlının genotipi kiçik a, kiçik a, kiçik b, kiçik b. O zaman Dolly'nin də genotipi eyni ilə bu qoyunun genotipi ilə eynidir. Sonra Dolly'nin fenotipini soruşur bizdən. Qoyunun tükünün qara rəngi ağ rəng üzərində dominantlıq eləyir. İndi ağ rəng Dolly'nin genotipi kiçik a, kiçik a, kiçik b, kiçik b olduğuna görə bu ağ zərif iyonlu olacaq. Cavabımız Y variantı. 13-cü sualda Barbara McClinton'un ilk dəfə xromosom xəritəsini tətbiq etdiyi bitkinin müvafiq olaraq sortunu və Vavilova görə mənşə mərkəzini müəyyən edin. Barbara McClinton ilk dəfə xromosom qarğıdalı bitkisinin xromosom xəritəsini tərtib etmişdi və o Cənubi Amerika sortunun qarğıdalı bitkisi idi. Deməli, onun sortu Cənubi Amerika idi. Cənubi Amerika, ancaq qarğıdalının vətəni Mərkəzi Amerikadır. Cavabımız D variantı. 15-ci sualda biotexnologiyanın qarşısında duran vəzifələrdən biri deyil. Deməli, canlılarda qüsurlu əlamətlərin qarşısının alınması, bəzən yeni xüsusiyyətlərin qazanılması. Bəli, bu aiddir. Sonra itirilmiş toxuma və orqanların regenerasiya yolu ilə bərpası. Bu da aiddir. Yeni bitki və heyvan növlərinin alınması. Növlərinin alınması, heyvan sortunun alınması bu seleksiyanın nailiyyətidir. Aid deyil. Sonra bitki və heyvanlarda məhsuldarlığın artırılması və qocalığa səbəb olan genlərin nəzarət altına alınması bunlar biotexnologiyanın vəzifələrindən biridir. Eyni ilə bu cümlələr kitabımızda 11-ci sinif dərsliyində qeyd olunub. 15-ci sualda bəzi cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. Şəkildəki cihazlarla onlara aid olan fikirləri uyğunlaşdırın. Hüceyrə orqanoidlərinin quruluşu və hətta kimyəvi tərkibi sentrifuqa metodu ilə öyrənilir. İnsan orqanizminin hər hansı bir hissəsinin köndələn kəsiklərlə təsvirini almaq bu aid idi. Deməli, köndələn kəsiklərlə alınması bu IDD kompüter tomoqrafiyası sinir sistemindəki patologiyaları aşkarlamaq üçün böyük yarımkürələr elektrodlar vasitəsilə qıcıqlandırırdı. Elektroensefaloqraf və ağciyərlərdə baş verən dəyişikliklərə fluoroqraf. İndi baxaq bizə nə deyir? Fikirləri uyğunlaşdırın. Deməli, birincidə oldu bu B, 1B, 2D, 3C, 3C, 4A. Cavabımız B variantı. 16-cı suala baxaq. Uyğunluğu müəyyən edən hüceyrə mühəndisliyi
xromosom və gen mühəndisliyi. Bu üsulla cinsi yolla çarpazlaşdırılması mümkün olmayan bitkilərin hibridləri alınır. Bu hüceyrə mühəndisliyidir. 1-ə A. Sonra 2. Xromosom mühəndisliyinə. Bu üsulda homoloji xromosomlardan biri və ya da hər ikisi dəyişdirməklə xəstəliklərə və əlverişsiz mühitə dözümlü yeni sortlar alınır. Bu xromosom mühəndisliyidir. Gen mühəndisliyində də bu üsuldan bakteriyalarda olan xromosomlardan kənar kiçik halqa şəkilli DNT-lərdən, plazmidlərdən istifadə olunur. C-dir. Deməli, ardıcıllıq A, B və C. A, B və C, B variantı. 17-ci sualda transgeniz nədir? Transgeniz deməli bir növə aid genin başqa bir növün genomuna daxil edilməsidir. Deməli, hüceyrə kulturasının alınması xeyr, bir növə aid genin başqa bir növün genomuna köçürülməsi, bəli, bu doğru ifadədir. 18-ci-də hansı transgeniz üsulu ilə əldə edilə bilər? Fərqli növdən olan genin orqanizmə daxil edilməsi üçün yeni xüsusiyyət yaradılması. Bəli, bu aiddir. Necə ki, bağırsaq çöpü bakteriyalarının genomuna insulin sintez edən geni daxil etmişlər transgeniz üsulu ilə. Buna aid misaldır. 19-cu sualda tədqiqatçı böcək zəhərinə davamlı pomidor növü yaratmaq istəyir. Onun istifadə etdiyi hansı üsul daha səmərəlidir? Bu zaman istifadə ediləcək transgenizdən, çünki genini dəyişdirəcək, başqa genlə, davamlı genlə əvəz edəcək. 20-ci sualda mikroorqanizm seleksiyası zamanı yeni ştamlar əldə etmək üçün irsi dəyişkənliyin tezliyi necə artırılır? Əgər rentgen şüasından istifadə etsək, o zaman artar. İndi baxaq, mikroorqanizmləri xüsusi fermentlərdə yetişdirməklə. Xeyr, mikroorqanizmləri yeni qidalı mühitdə yetişdirməklə, rentgen şüaları və xüsusi kimyəvi maddələrdən istifadə etmək, bəli, bu doğru ifadədir. 21-ci sualda meymunlarda klonlaşdırma apararkən hansı hüceyrələrin nüvələrindəki irsi material hansı hüceyrəyə köçürülürdü? Meymunlarda klonlaşdırma apararkən blastomerlər parçalanırdı 8 hüceyrəyə və həmin 8 hüceyrənin nüvələri çıxarılırdı, digər somatik hüceyrənin nüvələri ilə əvəz olunurdu. İndi gəlin baxaq, somatik hüceyrələrinin nüvələri digər meymunun nüvəsi çıxarılmış yumurta hüceyrəsinə köçürülür. Xeyr, bu Dolly'nin alınmasında istifadə olunan üsuldur. B. Somatik hüceyrənin nüvəsi digər meymunun nüvəsi çıxarılmış yumurta hüceyrəsinə köçürülür. Bu da aid deyil. Yumurta hüceyrəsinin nüvəsi digər meymunun nüvəsi çıxarılmış somatik hüceyrəsinə köçürülür. Blastomerlərin nüvələri digər meymunun somatik hüceyrələrinin nüvələri ilə əvəz olunur. Bəli, bu doğru ifadədir. 22-ci sualda Kerry Mullis hansı işinə görə Nobel mükafatına layiq görülmüşdü? DNT polimerazanı kəşf etdiyinə görə o hadisəni, o zaman DNT molekulunun müəyyən sahəsini artırmışdı. Bəli, B variantı buna aiddir. 23-cü sualda hipofiz vəzinin boy hormonunun sənayedə alınmasını hansı canlıdan istifadə olunurdu? Bağırsaq çöpü bakteriyalarından. Əvvəllər meyitlərdən alınırdı, lakin sonralar bağırsaq çöpü bakteriyalarına həmin geni daxil etməklə əldə edirdilər. Sonra 24-cü suala baxaq. Deməli, südlüc qaramalı bakteriyalar və maya göbələklərindən alınmış zülallar əlavə edilmiş yemlə qidalandırdıqda onlarda xəstəliklərə qarşı daha həssas olurlar. Xeyr, aid deyil. Yeni cinslər əmələ gətirir. Yemin dəyişdirilməsi yeni cins əmələ gətirməz. Cinsiyyətini dəyişirlər, bu aid deyil. Daha çox süd verə bilərlər, bəli, çünki süd vermə qabiliyyəti artar. Daha gözəl rəngdə olurlar. Xeyr, bu canlının görkəminə dəyişiklik göstərməz. 25-ci sualda deməli, bir xırda buynuzlu qara malının klonlaşdırılması prosesində 3 fərd iştirak edir. Bunlardan biri klonu balalığında böyüdür. Digərlərində isə somatik hüceyrə nüvəsi və yumurta hüceyrə alınır. Klonla birlikdə bu prosesdə iştirak edən qara malın cinsiyyəti barəsində hansı ehtimallar doğrudur? Biz bunu qoyun Dolly misalında baxsaq, Dolly'nin alınması üçün bir canlının yumurta hüceyrəsi iştirak eləmişdi.
yumurta dişi idi həmin fərd. Sonra ikinci bir canlının somatik hüceyrəsinin nüvəsi iştirak etmişdi. Həmin fərd də dişi idi, çünki Dolly özü dişi quzu idi. Sonra üçüncü bir fərd olaraq daşıyıcı anadan istifadə olunmuşdu. Bu da aid idi dişi fərdlərə. 3 dişi fərd və Dolly birlikdə 4 dişi fərd istifadə olunmuşdu, iştirak etmişdi. Ancaq indi biz bunlardan götürə bilərik 1 erkək, 3 dişi, 1 dişi, 3 erkək, 4 dişi. Bəli, 4 dişini götürə bilərik. Üçüncü doğrudur. İndi gəlin bir başqa bir ehtimalı düşünək ki, bu doğulacaq, yəni klon olan qaramal erkək cinslidir. O zaman bir canlının ilk canlının yumurta hüceyrəsinin nüvəsi çıxarılmış yumurta hüceyrəsi iştirak edir. Bu dişi olur. Sonra həmin alınacaq klonun, yəni erkək cinslidirsə, klon somatik hüceyrəsinin nüvəsi iştirak edir. Bu klon artıq həmin somatik hüceyrədən nüvədən yarandığı üçün erkəkdir. Bir dişi, bir erkək və ikinci ehtimal dişi surrogat ana, 2 dişi və doğulacaq xırda boynuzlu qaramal erkək. O zaman 2 erkək, 2 dişi. Cavabımız 3, 4. 26-cı sualda cədvələ əsasən düzgün olanı müəyyən edin. Uzaq hibridləşmənin seleksiyası ilə məşğul olan alimlər. Uzaq hibridləşmə ilə Karpachenko məşğul olmuşdu. Karpachenko. Sonra Lucis Butarin Arxar-Merinosun alınmasında və Tsitsin və çox ilik buğdada. 27-ci sualda sənayedə gen mühəndisliyi üsulu ilə bağırsaq çöplərindən hansı maddələr alınır? Alınır interferonlar, sonra somatotrop hormonu və bir də insulin. 1, 3, 5. 28-ci sualda seleksiyanın klassik üsullarına aid deyil. Hibridləşmə və mutageniz bunlar klassik üsullara aiddir. Ancaq transgenezdir, toxuma kulturası və polimeraza zəncir reaksiyası bunlar yeni üsullardır. 3, 5 və 6. 29-cu sualda baxaq. Doğru kesişmələri müəyyən edin. Biotexnologiyanın qarşısında duran vəzifələr verib. Transgen orqanizmlərin alınması, bəli, bu aiddir. Çarpazlaşdırma yolu ilə daha dözümlü hibridlərin alınması, xeyr. Xəstə genlərin sağlam genlərlə əvəz olunması, bəli, bu aiddir. Daha çox antibiotik istehsal edən ştampların alınması, toxuma və orqanların bərpası. 1, 3 və 5-ci doğru ifadələrdir. 30-cu sualda şəkildə verilən təcrübədə X, Y və Z üçün doğru ifadəni müəyyən edin. Deməli, siçovulların geninin dəyişdirilməsidir. Həmin bu mayalanmış zigotun geni digər bir boy hormonu olan DNT sahəsi köçürülür. Və 3 nəsildə bu təcrübə davam et, 3 nəsildə bu balaların ölçüləri böyüyür. Bu təcrübə alınan siçovullardır və təcrübə aparılmayan zigotdan alınan siçovullar. Ölçüləri bunların kiçikdir, bunların isə böyükdür. İndi bizdən doğru ifadələr istəyir. Deyir ki, X-in monomerlərindən biri timin nukleotidir. X DNT olduğuna görə bəli, timin nukleotidi iştirak edir. İkinci, Y urasil azot əsasına rast gəlinmir. Bəli, bu DNT-nin bir sahəsidir, genin köçürülüb və burada urasilə rast gəlinməz. Bu da doğru ifadədir. Üçüncüdə, deyir, Z-in hüceyrəsində genlər arasında mübadilə gedir. Bu doğru deyil. Dördüncü, Z hüceyrəsinin geni modifikasiya olunub. Bəli, Z-in artıq geni modifikasiya olunub. X-in bütün monomerləri translyasiya prosesində iştirak edir. Xeyr, DNT-nin monomerləri translyasiyada iştirak etmir. Ona görə cavab 1, 3, 4. 31-ci sualda Dolly'nin alınmasını əks etdirən sxem üçün doğru olanları müəyyən edin. Deməli, bu yumurta hüceyrəsinin nüvəsi çıxarılmış canlıdır, dişi fərddir. Bu A hüceyrəsi, yəni somatik hüceyrənin nüvəsindən istifadə olunan
digər bir dişi qoyundur. C hüceyrəsi yerləşdirilir surroqat anaya və Dolly dünyaya gəlir. İndi deyir ki, bizə B hüceyrəsi haploiddir. Bəli, yumurta hüceyrə olduğuna görə haploiddir. İkinci, A hüceyrəsi diploiddir. Bəli, somatik hüceyrədən istifadə olunur. Somatikin nüvəsi olduğuna görə bu da diploiddir. Birinci və ikinci ifadə doğrudur. Üçüncü ifadəyə baxaq. C hüceyrəsi haploiddir. Xeyr, bunun nüvəsi, yəni diploid hüceyrənin nüvəsi olduğuna görə bu da diploid olmalıdır. Burada haploid yazıb yanlış ifadədir. Cavabımız 1, 2. İndi digər variantlarına da baxaq. 4. D rüşeyminin genetik xüsusiyyətləri B hüceyrəsi ilə eynidir. Bu prosesdə iştirak edən bütün hüceyrələrdə istənilən halda Y xromosomuna rast gəlmək olar. Y xromosomu iştirak eləmir. Çünki hamısı dişi fərdi idi iştirak eləyənlər. Dördüncü ifadəyə baxaq. D rüşeyminin genetik xüsusiyyətləri B ilə eynidir. Baxaq görək D-dən genetik xüsusiyyətlərinə. Deməli, D ilə B deyir, eynidir. Xeyr, D ayrı bir surroqat blastomerlərdir və B hüceyrəsinin isə nüvəsi çıxarılıb. Bu nüvənin artıq A hüceyrəsindən gəldiyinə görə genotipləri eyni deyil. Cavabımız 1 və 2. 32-ci sualda. Deməli, cədvəldə verilən məlumatlara əsasən klonlaşdırmadan 3 il sonra klonun bioloji yaşı neçə olacaq? Deməli, qoyunlar götürülüb, somatik hüceyrəsinin nüvəsini götürüldüyümüz qoyunun hal-hazırda 6 yaşı var. Əgər bunun 6 yaşı varsa, həmin klonun Deməli, əgər bu qoyunun somatik hüceyrəsi, nüvəsi götürülən qoyunun neçə yaşı varsa, doğulacaq klonun da o qədər yaşı olur. Somatik hüceyrəsi götürülən canlının 6 yaşı var. 3 ildən sonra bunun bioloji yaşı, yəni doğulacaq Dolly'nin yaşı və yaxud bir başqa klonun yaşı həmin o somatikin üzərinə gəlirik. 6-nın üzərinə 3 gəldikdə 9 eləyir. Digərlərdə neçə yaşı olursa olsun, burada yəni bunun əhəmiyyəti yoxdur. 9. Sonra 33-cü sualda deyir ki, meymunların klonlaşdırılması zamanı ilk eninə bölünmədən yaranan blastomerlərə nüvələri çıxarılır. Nüvələri çıxarılmış bu blastomerlərə klonlaşdırılacaq fərddən neçə nüvə lazım olacaq? Deməli, birinci zigot bölünür uzunluğuna 2 yerə, sonra uzunluğuna istiqamətdə 4 yerə, sonra eninə 8 yerə. İlk eninə bölünmədən 8 blastomer alınır. Deməli, 8 nüvə lazımdır ki, buradan klon alınsın. Cavabımız 8. 34-cü sualda. Uyğunluğu müəyyən edin. Kerry Millers deməli, baxırıq ki, nərgiz bitkisindən xeyr, bu Ingo patricus idi. Nərgiz bitkisinin genlərini çəltiklə dəyişdirən. Deməli, A 3-ə aiddir. İlk dəfə qarğıdalı bitkisinin xromosom xəritəsini Barbara McClintock tətbiq etmişdi. Qızıl düyünü Ingo patricus idi. Polimeraza zəncir reaksiyasını işləyib hazırlamışdı Kerry Millers və buna görə Nobel mükafatı almışdı. Cənubi qarğıdalı Amerika qarğıdalı sortu üzərində tədqiqat işləri aparan Barbara McClintock olmuşdu. Cavabımız 1D, 2B'ye, 3AC. 35-ci sualda. Böyüməni təmin edən somatotropin hormonunun istehsalında bakteriyalardan istifadə olunur. Prosesin aparılma ardıcıllığını müəyyən edin. İlk öncə bakteriya və insan DNT-si ayrılır. 2. Sonra insan DNT-sindən somatotropin sintez edən genlər ayrılır. 3. Həmin genlər xüsusi sahəyə yerləşdirilir. Somatotropin sintezləyən gen bakteriyanın gen sisteminin xüsusi sahəsinə yerləşdirilir. 1. Sonra
Somatotropin sintezləyən gen yerləşdirilmiş xüsusi sahə bakteriyanın genomuna daxil olunur. Genomuna daxil olunur 5. Sonra bakteriyalar qidalı mühitdə yerləşdirilir artıq çoxalmaq üçün. Bu da 4.